Çok sınadı bizi zaman, Neçə şehit gitti kurban. Sinesiyle siper olan İgid əskər möhkəm dayan. Uşaqlar məktub yazıblar orada, yəni müəyyən bir məbləğ, yəni ki, təbii ki, milyon və milyard manat pul versələr, gənclər olaraq əlimizdən gələni, bir də bizim əlimizdən gələni, yəni biz neyik, biz heç bir şey eləyə bilmirik, sadəcə müəyyən bir mübarizə aparırıq, yəni gənclər. Mən sadəcə istəmədim ki, mən istəmədim, ola bilir də biraz bəzi videolar. Yox, anası ona görə deyirəm ki, sıxıntı çəkir, ağır çəkir. Anamdır da, ananın yeri satır. Mən bilirəm, yəni mən özüm də anayam, mən bilirəm ki, mən fikirləşirəm ki, mənim də yəni, üzr istəyirəm, evladım var. Mən sağ ol, Allah'ımızı saxlasın. Mən fikirləşirəm ki, mən oğlumu itirsəydim, mən necə ola bilərdim, yəni. Mən inanırsınız, gedib mən özüm orduya yazılmışam ki, mən gedim, evi yox, mən vuruşum, lazım gəlsə mən ölüm, amma bizim gələcək nəsillərimiz, uşaqlar heç olmasa bu sağlam bir dövrdə yaşasınlar. Bax, deyirdi ki, qutarıb da, müharibə qutarıb, ateşkəsdir. 25 ildən sonra olan bu hadisə göstərdi ki, bu hadisə heç vaxt sakitləşməyəcək. Facebookda mən izləmişəm, sizin evinizin şəklində çəkib qoymuşdular ora. Biz hamımız çalışırdıq ki, əlaqə yaradaq. Çox sağ olsun gənclərimiz ki, əlaqə yaradabildilər sizinlə və çox adam inanırsınız ki, sizinlə əlaqə saxlamaq istəyirdi. Və bizim Amerikadakı dostlarımız da bu konqresə yazan gənclər də, yəni tələbədirlər orada, tələbədirlər və tələbələr də əllərindən nə gəlirsə, ona görə sizə bir məktub göndərirlər. Mən istəyirəm o məktubu sizə verim. Vətən uğrunda canından keçən Azərbaycan şəhidinin ailəsi. Bu məktubu sizdən hər nə qədər uzaqda yaşasa da, acınızı, övlad itkinizi bir o qədər yaxından bölüşən həmvətənləriniz yazır. Sizə başsağlığı verərkən üzülməklə bərabər şəhidlik zirvəsinə qalxan qəhrəman Azərbaycan oğlu ilə fəxr etdiyimizi dilə gətirmək istərdik. Şəhidimizin valideynlərinin alnından öpür, bağrımıza basır. Çox sağ ol demək istəyirik. Çox sağ olun ki, bu cür mərd, igid, qorxmaz, ləyaqətli oğul böyütmüsünüz. Əziz ana, əziz ata, damarında Azərbaycanlı qanı axan hər bir kəs sizinlə fəxr edir. Sizin oğlunuz gələcək nəsillər üçün nümunə, bütöv Azərbaycan milləti üçün əsl qəhrəmandır. Amerika Azərbaycanlılar Konqresi. Ana, mən şəhid oldum, yerin gözəlidir, təki ağlama. Canım, canım sevgilim, bağışla beni, seni tek koydum. Vətən, vətən sağ olsun. Vətən, vətən sağ olsun. Benim çok deyilecek sözlerim vardı, yüreğimde kaldı. Bir vətənim var, Azərbaycanım, doğma diyarım. Ana, ben şehit oldum, yerin gözəlidir, təki ağlama. Canım, canım sevgilim, bağışla beni, seni tek koydum.